Valideyn insanın həyatda sahib ola biləcəyi ən böyük nemətlərdəndir. Ana və ata sadəcə bizi dünyaya gətirən deyil, bizi sevgi ilə böyüdən, hər şeydən əvvəl qoruyan iki fədakar insandır. İslamda valideynə hörmət Allaha ibadətdən sonra gələn ən uca vəzifə sayılır. İsra surəsi 23-cü ayədə buyrulur: Rəbbin yalnız onlara ibadət etməyi, valideynlərə yaxşılıq etməyi buyurmuşdu. Ayə göstərir ki, valideynlərə hörmət imanla yanaşı gələn bir borcdur. Onlara yaxşılıq etmək sadəcə bir ədəb deyil, Allaha yaxınlaşma vasitəsidir. Valideynə hörmət təkcə sözlə deyil, davranışla göstərilməlidir. Onlarla yumuşaq danışmaq, üzünü turşutmamaq, dualarında yer vermək, bu övladın ən böyük borcudur. İsra surəsi 23-cü ayədə buyrulur: Onlara uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə, onlarla xoş danış. Valideyn yaşlandıqda onların qayğısını çəkmək sadəcə bir məsuliyyət deyil, ibadət sayılır. Onların könlünü xoş saxlamaq, dua etmək, istəklərinə hörmətlə yanaşmaq insanın Allah yanında dəyərini artırır. İmam Əli əleyhissalam buyurub: Kim valideyni razı salsa, Allahı razı salmış olar. Valideyn vəfat etdikdən sonra da hörmət bitmir. Onlar üçün dua etmək, ruhlarına Quran oxumaq, onların dostlarına ziyarət etmək övladın vəfasının nişanəsidir. Valideynin duası bərəkətin qapısını açar. Onların razılığı ilə cənnət yolunun başlanğıcıdır. Onlara sevgi və hörmətlə yanaşan insan həm bu dünyada nur tapar, həm də axirətdə Allahın rəhmətinə nail olar.